أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم الحمد لله رب العالمين خالق خلائق الأجمعين الأول الآخر والظاهر الباطن والحي الذي لا يموت ثم الصلاة والسلام على البشير النذير والسراج المنير الطهر الطاهر المنصور المؤيد أبا القاسم محمد وعلى أهل بيته الطيبين الطاهرين المعصومين المنتجبين فلعنة الله على أعدائهم ومنكر فضائلهم أجمعين من الآن إلى قيام يوم الدين. أما بعد، قال الحكيم في كتابه محكم الكريم بسم الله الرحمن الرحيم وما الحياة الدنيا إلا متاع الغرور. صدق الله العلي العظيم. والسلام عليكم ورحمة الله وبركاته. Əziz və dəyərli möminlər, sizin hər birinizin cümə gününün mübarək olmasını uca Rəbbimizdən diləyirik. Bugünkü xutbəmizin mövzusu dünyapərəstliyin məzəmməti və zərərləri haqqında olacaqdır. Xatırlayan varsa, biz öncəki xutbəmizdə zəhmətkeşlik, halal ruzinin qazanılması, onun yolları və sair mövzuları sizin diqqətinizə çatdırmışdıq. Bugünkü mövzumuz isə qeyd etdiyim kimi dünyapərəstlik və onun məzəmməti haqqında olacaqdır. Əgər ötən məclisimizdə iştirak edən var idisə, biz ayə və hədislər əsasında hər bir insanın halal ruzi arxasınca getməsinin çox böyük savab və fəzilətli olduğunu demişdik. Hətta halal ruzi qazanmaq fürsəti olub, lakin bu fürsəti dəyərləndirməyənlərin özlərinin də məzəmmət olduğu haqqında bir neçə rəvayət qeyd etmişdik. Bugünkü xutbəmizin mövzusu isə keçən dəfəki xutbənin sanki davamıdır. O mənada ki, dünyapərəstliklə çoxlu halal ruzi qazanmaq arasında olan sərhəd necə müəyyən olunmalıdır? Necə edək ki, dünyamızı qazanaq, amma dünyapərəst olmayaq? Bunlar ayrı-ayrı anlayışlardır. Əfsuslar olsun ki, bəzən dünyapərəstliklə halal ruzi qazanmaq, çoxlu var pul, var dövlət qazanmağı bir-birinə qarışdırırlar. Və hətta keçmiş dövrlərdə, orta əsrlərdə olan bəzi sufi, bu kimi təbəqədən olan insanları belə misal gətirərək, güya elə olmağın fəziləti haqqında bəzi uydurma rəvayətlərə və sair istinad edirlər. Amma Əhl-i Beyt məktəbi bilirsiniz ki, Peyğəmbər əleyhissalamdan sonra Əhl-i Beyt imamlarının yolunun davamçılarıdır. Əhl-i Beyt imamları nə deyiblərsə və nə ediblərsə, onun tərəfdarları da həmən yolun davamçısı olaraq bacardıqları qədər gərək o yolda düzgün və əzmlə addımlasınlar. Əhl-i Beyt məktəbinə baxdıqda biz görürük ki, həqiqətən də Əhl-i Beyt imamları həm özləri və həm də tərəfdarlarına zəhmətkeş olmağı tövsiyə ediblər, ruzi qazanmağı tövsiyə ediblər, halal ruzi qazanmaq fürsəti olub, o fürsəti dəyərləndirməyənləri tənbəl adlandıraraq onları ciddi məzəmmət ediblər. Təkcə bunu demək kifayətdir ki, əgər çoxlu var dövlət sahibi olmaq
şər'i nöqteyi nəzərdən bəyənilmirdisə, Həzrət Süleyman əleyhissalam mənə hesabsız var dövlət ver deyə necə dua edə bilərdi? Şübhə yoxdur ki, bizim də qeyd etdiyimiz kimi çoxlu var dövlət qazanmaqla dünyapərəstlik arasında olan sərhədlər müəyyən edilməlidir. İnsan var dövlət arxasınca o qədər getməlidir ki, ta dünyapərəstliyin sərhədlərinə yetişə. Amma dünyapərəstliyin sərhədlərinə yetişə, yarım addım belə o sərhəddən o tərəfə keçsə, olacaq Qarun. Elə şəxsə Qur'an-ı Kərimin bir çox ayələrində Qarunpərəstlik, o cümlədən hədislərdədən bu nəticə əldə olunur ki, dünyapərəstligi özünə peşə edənlər adlanırlar Qarunpərəst insanlar və belə insanlar da şübhə yoxdur ki, məzəmmət olunublar. Deməli, ötən xütbəmizə biz nəzər saldıq ona görə ki, ötən xütbəmizdə halaldan çoxlu var dövlət qazanmağın İslamda bəyənilən bir əməl olduğunu bilirik. Bugünkü xütbədə isə həmən sərhədləri müəyyənləşdirək. Yəni, necə edək ki, Allahın bizim üçün nəzərdə tutduğu halal var dövlətə sahib olaq, amma dünyapərəst olmayaq. Dünyapərəstligi özümüzə peşə, özümüzə amal seçməyək. İndicə diqqətinizə çatdırdığım mübarək ayə Ali İmran surəsinin 185-ci ayəsi idi. Həmin mübarək ayədə Uca Rəbbimiz buyurdu ki, dünya həyatı isə aldadıcı, həzdən, əyləncədən başqa bir şey deyildir. Nə üçün dünyapərəstlik məzəmmət olunub? Yəni, var dövlət qazanmaq, vəzifə sahibi olmaq bəyənilir, amma onları amala çevirmək, onları peşəyə çevirmək bəyənilmir. Bunun bir neçə mühüm səbəbi vardır. Birincisi, dünyapərəst insanlar axirətə çox biganə olurlar. Dünyaya aludəçilik onların peşəsinə, onların amalına çevrildiyi üçün belə insanların gözündə, belə insanların nəzərində axirət həyatı kiçilmiş olur, axirət haqq hesabı dəyərsiz bir məlumata çevrilir və bu da şübhəsiz ki, axirətdə həmən insanın ciddi zərərlərlə, ciddi əzabla üzləşəcəyinə, necə deyərlər, səbəb olan mühüm amillərdən biridir. Elə bu məsələni diqqətə çatdıran mübarək ayə Əl-Ə'la surəsinin 16-17-ci ayəsidir ki, Uca Rəbbimiz, siz dünya həyatını axirətdən üstün tutursunuz. Halbuki axirət daha xeyirli və daha qalıcıdır. Diqqət etdinizsə, Uca Rəbbimiz burada mühüm bir sərhəddi müəyyən etdi. Yəni, dünya üçün çalışacaqsan, amma dünyanı axirətdən üstün tutmayacaqsan. Dünya üçün, dünyada sənə əta olunmuş nemətlərdən faydalanacaqsan, amma o nemətləri axirət nemətlərinə qurban verməyəcəksən. Qur'an bu məsələdə bizə daha da güclü psixoloji təsir göstərmək üçün növbəti bir ayədə, Əl-Ən'am 32-ci ayədə buyurur: وَمَا الْحَيَاةُ الدُّنْيَا إِلَّا لَعَبٌ وَلَهْوٌ وَلَلدَّارُ الْآخِرَةُ خَيْرٌ لِلَّذِينَ يَتَّقُونَ أَفَلَا تَعْقِلُونَ. Bir salavat zikr eləyək. Uca Rəbbimiz buyurur ki, dünya həyatı oyun və əyləncədən başqa bir şey deyildir. Axirət yurdu müttəqilər üçün daha xeyirlidir.
məgər dərk etmirsiniz? Deməli, diqqət etdinizsə, bu ayə və öncədən dediyimiz ayələri müqayisəli təhlil etdikdə görürük ki, bizə ünvanlanan mesaj bundan ibarətdir ki, bir insan dünyapərəst olsa, günah və haramları rəğbətlə qarşılayacaq. Yəni, belə insanların nəzərində axirət həyatı itəcək, nəticədə dünyanın haramlığı və dünyadakı günahlar onun üçün adiləşmiş olacaqdır. Deməli, dünyapərəstliyin bu kimi həm də ciddi fəsadları var. Ona görə ki, dünyapərəstlik insanların qəlbini qəsavətə döndərir, yəni qəlbini sərtləşdirir. Bəzən olur, tanıdığınız dostların, qohumların həyatında da bunu görmüsünüz. Müəyyən bir müddətə qədər səninlə mehriban idi, amma müəyyən bir var-dövlətə sahib olduqdan sonra həmən o var-dövlət onun üçün artıq dünyapərəstliyə çevrilmiş olur, yəni bunu özünə peşəyə çevirir, amala çevirir və nəticədə yavaş-yavaş səndən uzaqlaşır. Və bəzən də nəinki uzaqlaşmaq, hətta sənin əleyhinə bəzən tədbirlər görməyə belə, bu işlərlə belə məşğul olur. Bunu biz Qarunun misalında görməkdəyik. Qarun, Həzrət Musa əleyhissalamın yaxın qohumudur. Xala oğlu və ya əmoğludular. Mənbələr müxtəlif deyir, hər halda yaxın idi. Hətta bir yerdə böyüdükləri haqqında belə məlumatlar var. Həzrət Musa əleyhissalama ilk iman gətirmiş şəxslərdən biri idi. Bir gün Musa əleyhissalamın yanına gəlir, ondan xahiş edir ki, Allahdan istəsin, dua etsin, Allah ona çoxlu var-dövlət əta etsin. Musa əleyhissalam Tur-i Sinaya gəlir, Pərverdigar-ı aləm Qarunun istəyi sənə əyandır. Rəvayət olunur ki, Allahdan vəhiy nazil olur ki, ya Musa, Qaruna de, belə yaşamağı daha məsləhətdir. Bu hadisə 3 dəfə təkrar olunur, yəni 3 dəfə Qarun istəyir, yalvarır, Musa əleyhissalam onun xahişini, duasını Allaha çatdırır və nəhayətdə Allah Qaruna istədikləri verildi deyə xəbər nazil olur. Bu minvalla Qarun o qədər varlanır ki, ayə buyurur ki, onun var-dövlətini bir dəstə adam o var-dövlətin açarlarını daşıyardı. Yəni, böyük xəzinələrə sahib olur, böyük əkin sahələri, böyük mal, qara və s. Bu adam artıq dünyapərəst olur, var-dövlət qazanmağı öz amalına çevirir və nəhayətdə yavaş-yavaş Musa əleyhissalamla əlaqələri üzülür. Musa əleyhissalamdan uzaqlaşır. Hətta o qədər uzaqlaşır ki, mənbələrdə qeyd edilir ki, bir gün Qarun bir xanımı onunla danışır, ona bir miqdar qızıl, gümüş verir və filan günü Musa filan yerdə xütbə oxuyacaq. Xütbəsi zamanı sən qalx, Musanı səni zinaya təhrik elədiyini cəmaata elan elə. Və belə də olur. Xanım qızılı alır, gəlir Musa əleyhissalamın məclisinə. Musa əleyhissalamın məclisinin ortasında istəyir ki, Qarunun verdiyi tapşırığı yerinə yetirə, lakin ilahi qüdrət, ilahi inayətlə üzünü həm Musaya, həm də cəmaata tutub deyir ki, Qarun məni beləcə öyrədib. Bir miqdar qızıl miqdarında Musaya böhtan atın. Musa əleyhissalama o qədər pis təsir eləyir ki, bu xəbər. Musa əleyhissalam bu xəbərdən sonra Qarunu çağırtdırır və rəvayət var ki, bir möcüzə olaraq Qarunu yerə gömdürür.
Peyğəmbərlər və xüsusi ilə də ulul əzm peyğəmbərlərin Allahın izni ilə onlara bəzi şeylərin həyata keçirilməsi, bəzi möcüzələrin göstərilməsi təəccüblü gəlməməlidir. Musa əleyhissalam yerə əmr edir, Qarun nəhayətdə bütün əmlakı ilə birlikdə yerə gömülür. Və bütün bundan sonraki hadisələr, bütün sonraki peyğəmbərlərin, hətta xalqların ədəbiyyatında belə qarunpərəstlik deyilə bir termin məşhurlaşır. Yəni dünyaya aludə olmaq, axirət nemətlərini dünya nemətlərinə satmaq. Qarun ilk iman gətirənlərdən, ilk namaz qılıb oruç tutanlardan, Həzrət Musa ilə birlikdə ilk cihad edənlərdən olmasına baxmayaraq, dünyapərəstlik onu nəhayətdə yolundan döndərdi, həm dünyası, həm də axirəti məhv olub aradan getdi. Dedik ki, dünyapərəstliyin bir neçə mənfi xüsusiyyəti var. O mənfi xüsusiyyətlərdən də biri insanlar arasında olan tarazlığı, balansı pozur. Bəzən o var dövlətdən normal şəkildə istifadə etmədikdə, məsələn, dini vergilər, xumus, zəkat və s. vaxtında, zaman və məkanında ödənilmədikdə, görürsən ki, insanlar arasında narazılıq yaradır. Məsələn, insanlardan, qohumlardan, dostlardan biri kifayət qədər var dövlətə sahibdir, amma o var dövlətin haqqını ödəmir. Və bu yavaş-yavaş onun haqqında cəmiyyətdə sui-zənnin yaranmasına və s. səbəb olur. Cəmiyyətin beləliklə tarazlığı pozulmuş olur. Və həmçinin qeyd etdiyimiz kimi dünyapərəstlik əbədi bədbəxtliyə səbəb olan amillərdən biridir. Buna biz Qarunu da misal olaraq göstərdik. Dünyapərəstliyin mahiyyətini uca Rəbbimiz Hədid surəsinin 20-ci ayəsində belə qeyd edir. Ey insanlar! Bilin ki, dünya həyatı oyun-oyuncaq, bərbəzək, bir-birinizin qarşısında öyünmək və mal dövləti, oğul uşağı çoxaltmaqdan ibarətdir. Ayənin orijinalı belədir. İ'lamu ennəməl həyatud dünya la'ibun və ləhvun və zinətun və təfaxurun beynəkum və təqathurun fil əmvali vəl əvlad. Bu terminlərin hər birinin özünə məxsus məna çalarları var. Təfsir əhli bu məna çalarlarını bütün incəliyinə qədər təhlil ediblər, təfsir ediblər. Ayədə ilk termin ləib terminidir. Ləib ərəbin dilində uşağın oyuncağına deyərlər. Necə 2-3 yaşlı uşaq qabağına oyuncaq töküb onlarla oynadığı, onlarla vaxtını keçirtdiyi kimi həmən o oyuncaqlara ləibun deyir ərəblər. Qur'an-ı Kərimdə diqqət eləninizsə dünya həyatını uşağın oynadığı həmən o oyuncağa bənzədibdir. İkinci bir mühüm termin ləhvun terminidir. Ləhvun əyləncə mənasını bildirir. Ləibun bəzi təfsir əhli insanın uşaqlıq dövrünü bildirdiyini qeyd ediblər. Ləhvun isə əyləncə insanın yeniyetməlik dövrüdür. Bilirsiniz də, uşaqlar elə öz həyatımızı da gözümüzün önünə gətirsək, uşaq vaxtı oyuncaqla oynamağa meyilliyik, elə ki yeniyetmə olduq, əyləncə ilə məşğul olmağa meyillənirik. Qur'an həmən o dövrü adlandırır ləhvun. Digər bir termin isə zinətundur, yəni bərbəzək. Alimlər ayədəki zinət sözünü insanın gənclik dövrünü əhatə etdiyini bildirirlər. Bilirsiniz ki, insanlar
gənclik dövründə özlərinə xüsusi bərbəzək verərlər. Müxtəlif saç düzümü, geyim forması və s. Biz yenə də deyirik zinətlənmək müstəhəbdir. Hətta Əllamə Məclisinin Biharul Ənvar əsərində xüsusi bir fəsil var zinətlənməyin müstəhəbbatı haqqında. Burada söhbət ondan gedir ki, onu amala çevirəsən. Gəncsən, bir kitab oxuma, bir işin qulupundan yapışma, amma yalnız və yalnız saçına, saqqalına düzüm ver, bu artıq amala çevrilmiş olur. Bu məzəmmət olunubdur. Digər bir termin, ifadə diqqət elədinizsə, təfaxurun beynəkum. Yəni, bir-birinizin qarşısında öyünürsünüz. Bu dövr gənclikdən biraz sonraki dövrə təsadüf eləyir. İnsan yaxşı oğul uşağa sahibdir, yaxşı var dövlətə sahibdir, işi peşəsi bir-birlərinin qarşısında öyünməkdir. Mənim maşınım çox bahalıdır, mənim vəzifəm hamıdan daha yüksəkdir və s. Bunları Qur'an bir-birinizin qarşısında bir-birinizlə fəxarətə çevirmisiniz deyə buyurur, haram və böyük günahlardandır. Çünki təfaxur hissi insanı təkəbbürə gətirib çıxaracaq. Təkəbbür isə iblisin ilk etdiyi əməldir və iblisi dərgahdan ilk qovduran histir. Qur'an Adəmə səcdə edin dedi, iblisdən başqa hamı səcdə etdi. Allah səbəbini soruşduqda, məni otdan, onu isə palçıqdan yaratmısan deyə, öz yaranışını əsas götürərək təfaxur hissi, yəni Adəmin önündə fəxirləndi. O fəxarət onu təkəbbürə çatdırdı və nəhayətdə də aqibəti məlum oldu. Sonraki mərhələ təkasurun fil əmvali vəl-əvlad. İnsan müəyyən yaşa doldusa, artıq oğul uşaqlar böyüyüb, var dövlət biraz da artıb, Qur'an deyir ki, belə insanlarda təkasur hissi daha çoxalır. Bu insan o dövrdə yalnız işi, düşüncəsi ancaq çoxlu var dövlət toplamaqdan ibarətdir ki, bu da ayədə də qeyd edildiyi kimi çox məzəmmət olunub. Növbəti ayə يَعْلَمُونَ ظَاهِرًا مِنَ الْحَيَاةِ الدُّنْيَا وَهُمْ عَنِ الْآخِرَةِ هُمْ غَافِلُونَ. Onlar dünya həyatının zahirini yaxşı bilirlər, yəni yaxşı var dövlət qazanmağın, yaxşı əkinçiliyi bilir, yaxşı ticarəti bilir, yaxşı sənətkarlığı bilir, hətta hiyləgərliyin yollarını yaxşı bilir ki, cəmaatı necə aldatsın, onlara necə zülm verib, onların əmlakını mənimsəsin və s. Qur'an deyir, bunları yaxşı bilir, amma və ənil axirəti hum qafilun. Axirətdən isə qafildilər. Yəni, bu dünyada etdikləri bu işlərin müqabilində axirətdə nələrə düçar olacaqlarından əfsuslar olsun ki, onlar qafildilər. Nə üçün Allah belə var dövlət sahiblərini qınayır? Ona görə qınayır ki, o var dövlət sahibləri birincisi, əldə etdikləri var dövlətin mənşəyinə diqqət etməyiblər, haradan qazandıqlarına fikir verməyiblər. İkinci ciddi bir problem, onu Allah yolunda xərcləməyiblər. Uca Rəbbimiz Tövbə surəsinin 34-35-ci ayəsində var dövləti yığıb, onun xumus, zəkat və s. ödəməyənlər haqqında çox təhdid edici ayələr göndərib. Buyurur ki, وَالَّذِينَ يَكْنِزُونَ الذَّهَبَ
وَالَّذِينَ يَكْنِزُونَ الذَّهَبَ وَالْفِضَّةَ O şəxslər ki, qızıl və gümüşü yığıb saxlayıblar. Yəknizun kəniz sözündəndir, xəzinələşdirmək, yığıb sandığa, ağzına da yaxşıca bir qıfıl vurub. وَلَا يُنْفِقُونَخَ فِي سَبِيلِ اللّٰهِ Və o var dövləti də Allahın yolunda xərcləmirlər. Peyğəmbərə görün nə buyurur? فَبَشِّرُكُمْ Ya Rəsulum, onları xəbərdar et. Nə ilə? بِعَذَابٍ əlim Çox ağrıdıcı, çox əzab verici bir əzabla. Ardınca görün nə buyurur? Görək o əzabı hansı formada verəcək? Nəuzubillah. Yawma yuhma aleyha fi nari cəhənnəm. Ayə uzundur. Buyurur ki, o gün, yəni qiyamət günü onların yığdıqları var dövlət gətiriləcək, cəhənnəm odunda qızdırılacaq, onların alınlarına, kürəklərinə və böyürlərinə bastırılacaqdır. Yəni o insanlar ki, var dövləti haramla qazandılar, o insanlar ki, var dövləti halaldan qazandılar, amma vergisini ödəmədilər. Ayə buyurur ki, onların əzabı axirət günü beləcə veriləcək. Bu ayəni böyük Azərbaycan şairi Xaqani Şirvani gözəl bir şəkildə belə ifadə edir. Oxumamısan Qur'andakı yəknizunə zəhəbi yawma yuhma ayəsində göstərilmiş səbəbi. Həmən bu Tövbə surəsinin 34-35-ci ayələrini şair beləcə qələmə alıb. Və yaxud Abbasqulu Ağa Bakıxanov o Yasin surəsində فَأَخْشَيْنَاهُمْ فَهُمْ لَا يُبَصِرُونَ Onların gözləri tutulub və heç nəyi görməzlər deyə buyurulan Yasin 9-cu ayədə səhv eləmirəmsə, o ayəni nəzmə çəkərək Abbasqulu Ağa buyurur ki, Yawma yuhma ayəsində göstərir. Bu dünyanı sevənlərdir faniliyə aldanmış fəəxşeyna ayəsində göstərilmiş səbəbi. Buna bənzər bir gözəl bir beyti var. Yəni bizim ədiblərimiz də bu iki beyti qeyd eləməkdə məqsədim ondan ibarətdir ki, dünyapərəstliyin nə dərəcədə ağır, axirətdə əzablı bir yerə sahib olduğunu bizə bildirmiş olurlar. Bütün bunların müqabilində, əziz möminlər, bunu da xüsusi olaraq qeyd etməliyik ki, Qur'an o balansı xüsusi şəkildə qoruyur. Yəni, dünyadakı nəsibini unutma, amma dünyapərəst də olma. Uca Allah mübarək kəlamlarının birində də, o cümlədən də Peyğəmbər əleyhissalamın mübarək kəlamlarında da buyurulur ki, Allahın sənə verdiyi ruzilərdən axirət qazan. Nə bada dünyanı axirətə satasan. Dünyadakı nəsibini də unutma. Deməli, bu hədis də onu göstərir ki, həqiqətən də, əziz möminlər, biz dünyamız üçün çalışmalıyıq, lakin dünyapərəst olmamalıyıq, dünyamızı axirətə qurban verməməliyik və əmin olmalıyıq ki, bu dünyada qazandıqlarımızın haqq hesabı var. İmam Əlinin təbirincə desək, əgər halaldan qazansaq haqq hesabı olacaq, yox əgər nəuzubillah haramdan qazansaq, mütləq onun ağır və şiddətli cəzası olacaqdır. Ona görə də uca Allahı and verək, öz izzəti cəlalına xatir bizim qazandıqlarımıza öz bərəkətini nazil etsin. Uca Allahı and verək, öz izzəti cəlalına xatir bizə dünya və axirətdə əzab gətirəcək ruziləri, qazancı bizdən uzaq eləsin. Uca Allahı and verək, öz izzəti cəlalına xatir qazandıqlarımızı onun yolunda xərcləməyi bizə nəsib etsin.
Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuh. Salavat. Allahümmə salli.